الحمد لله رب العالمين ناظم الكون ومقدر المقادير خالق الأشياء كلها الذي أحسن كل شيء خلقه والصلاة والسلام على سيدنا Muhammed ve Ali tahirin. Baxın bu aləmdə gördüyünüz hər bir şeyə, ulduzlardan tutmuş heyvanlara qədər, dəqiq bir qanuna, ölçüyə, nizamə tabedir. Günəşin doğuş, planetlərin hərəkəti, suların buxarlanması, yağışın ənməsi, canlıların tənəffüsü, bunların hamısı müəyyən qayda ilə baş verir. Bu nizam heç vaxt təsadüf ola bilməz. Allah Mutal Quran-ı Kərimdə həqiqəti bizə dəfələrlə bildirir. Allahu'l-lezî halaka sab'a semâvâtin ve minel ardı mislehunne yetenezzelul emru beynehunne لِتَعْلَمُوا أَنَّ اللّٰهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللّٰهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا. Allah 7 göyü və onlardan bənzər 7 yeri yaratdı. Onların hamısında əmri, nizamı indirdi ki, bilin Allah hər şeyə qadirdir və onun elmi hər şey əhatə eləmişdir. Xalaqa fiili maddedir. Faili Allah'dır. Demək, yaratmaq işi yalnız Allah'a məxsusdur. Tənəzzül əmru beynəhum fiili müzari forması davamlığı bildirir. Yəni bu nizam daimi şəkildə davam edir. Yetə'aləmu məqsədi bildirir. Bütün bu nizam bizim Allah'a ona mərifətimizi artırmaq üçündür. Ayə göstərir ki, Allahın nizamı, göylərin və yerlərin sistemli quruluşu Allah'a iman üçün açıq dəlildir. Yəni bu nizam məqsədsiz yox, bilərək və hikmətlə qurulmuşdur. İnne fi halqis semavati vel ardi ve ihtilafil leyli ven nahari laayatin li ulil albabi. Həqiqətən göylərin və yerlərin yaradışında və gecə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər var. Burada innə təkid ədatı ayənin vurğusunu artırır. Ləəyyəti, ləm təkidlə gəlmişdir. Bu dəlilin açıq tanınmaz olmasını göstərir. Liulil əlbəb, ağıl sahibləri üçün, yəni bu dəlili yalnız düşünənlər görə bilər. Ayə bizə onu bildirir ki, aləmin nizamı ağıl üçün açıq dəlildir. Bu, imanla ağılın birləşdiyi nöqtədir. Nəhcül Bəlağədə İmam Əleyhisselamın kəlamlarından birində belə buyurulmuşdur. فانظر إلى الشمس والقمر والنبات والأشجار والماء والحجارة كيف تصدق كلها بخالقها وتدل على صانعها. Güneşə, aya, bitkilərə, ağaclara, suya və daşa bax. Onların hər biri öz yaradığını təsdiq edir. Məsələn, yaradan ustasına dəlalət edir. Ənzur, əmri bax, insanı təfəkkürə çağırır. Tusaddiqu kulləhə, hamısı təsdiq edir, cəm şəklindədir. Hər bir varlıq öz dilində Allahı göstərir. İmam Əli əleyhissalam göstərir ki, aləmin hər zərrəsi bir dəlildir. Gördüyümüz bu nizam dilsiz bir dəlil kimi Allaha şahidlik edir. İmam Sadiq əleyhissalam belə buyurur. Likulli bunyanin bani və kullu harakatin min muharrikin. Hər bir bina üçün bir usta, hər bir hərəkət üçün bir hərəkət etdirən vardır. Bu, Burhanun nizamı ən sadə və ən aydın ifadəsidir. Hər bir sistemli quruluş, aləmin və məqsədli bir yaradanın varlığını göstərir. Mətndə gördüyüm kimi aləmlər termodinamik qanunlarla göstəriblər ki, aləmdə nizam pozulmağa meyillidir. Bu isə deməkdir ki, bu nizam öz-özünə var ola bilməzdi. Çünki öz-özünə olan şey entropiyaya gedər, dağınıqlığa gedər. Deməli, bu aləmi ilk anda nizamla yaradan bir qüdrət olmalıdır. Bu qüdrət Quranda
el-Hakimul Habir, hikmət sahibi və hər şey bilən kimi təqdim edilir. Əgər aləmin başlanğıcı olmasaydı, enerji çoxdan tükənmiş olardı, həyat olmazdı. Deməli bu nizamın davamı hər an Allahın iradəsi ilədir. Allahu la ilahe illa huvel hayyul qayyum. Allah, ondan başqa ilah yoxdur. O daim diri və hər şeyi idarə edəndir. El-Qayyum kəlməsi ərəb dilində qavəmə kökündəndir. Mənası ayaqda tutan, davam etdirən deməkdir. Aləmin nizamı yalnız onun qayyumiyyəti ilə qalır. Aləmdə gördüyünüz hər nizamlı hərəkət, ulduzların dövranı, yağışın enməsi, bir hüceyrənin bölünməsi, hamısı Allaha şahidlik edən səssiz zikirdir. Və in min şeyin illa yusabbihu bihamdi, velakin la tafqahuna tasbihahum. Yoxdur elə bir şey ki, onu həmd ilə təsbih etməsin, lakin siz onların təsbihatını anlamırsınız. Allahumma ec'alna minel mutafekkirin fi halqik ve minel mu'minin bi nizamik ve minel muti'in li emrik bihaqqi Muhammedin ve ali Muhammedin. İlahi, bizi sənin yaradılışına təfəkkür edənlərdən, nizamına iman getirənlərdən və əmrini yerinə yetirənlərdən qərar ver.